Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Vessalatu vesselamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecmaîn. Sevgili dostlar, bir diğer mövzu olarak Hazreti Peygamber'in Ərəb dili ilə münasibəti və hədislərlə istişad məsələsinə toxunmaq istəyirik. Xüsusilə Ərəb dili ağırlıqlı. Ərəb dilinin İslam literaturda, İslam ədəbiyyatda ifadə etdiyi din dili olaraq önəmi və Peyğəmbərimizin misal olaraq hədislərdən istişad yöntəmi, metodu. Quran-ı Kərimin təyin etdiyi bir həqiqət olaraq onun bütün bəşəriyyətə müjdə və xəbərdarlıq kimi göndərilməsi Rasulullahın bütün dilləri bilməsi iddiasına da səbəb olmuşdur. Yəni ki, İslam alimləri Peyğəmbərimizin bütün dilləri bilir düşüncəsinə və ya bu şəkildə ifadəsinə səbəbiyyət vermişdir. Əslində özünü ərəblərin ən fasihi kimi tanıdan açıq, səlis danışan mənasında. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Quran ayələrinin izahlarını və sünnəti nəbəvisini insanlara çatdırmaq üçün ərəb dilinin bütün dil imkanlarını bilərək ləhcələrdə də onları istifadə etmişdir. Özünə verilən sualları verənin düşüncə, dərk etmə səviyyəsinə görə cavab verən Rasulullah eyni zamanda fərqli dillərdə yazı işlərinin aparılmasını, elçilərin və katiblərinin təyini də özünün bütün dilləri bilməsi zərurətini ortaya çıxartması və eyni zamanda bütün dilləri bildiyi fikri düşüncəsini ortadan qaldırmış olar. Yəni buna həm ehtiyac qalmaz, həm də zərurəti ortadan qaldırar. Bu mənada Rasulullah sallallahu aleyhi və səlləm hədis şəriflərini yazdırmadığı üçün yazı dilini deyil, daha çox yüksək və hərdən bir gündəlik dili istifadə etmişdir, ləhcələri istifadə etmişdir. Bildiyiniz kimi İslam tarixinin ilk əsrlərində, ilk illərində hədis şəriflər yazılmamışdır. Sadəcə bəzi səhabələrin özəl qeydləri var idi. Çünki Quran-ı Kərim ayələri ilə qarışa bilərdi. O mənada həm ilk musaflara qarışmaması üçün, həm də Peyğəmbərimizin belə bir əmr istəyi olmadığına görə hədis şəriflər qeydə alınmadı. Yüksək dil sosial təbəqələrin dilində olduğu kimi danışanın şəxsinə yox, danışıq şəklinə, məqsədinə bağlıdır. Bütün bunlarla yanaşı Peyğəmbərimiz sallallahu aleyhi və səlləm din dilinin fərqli növlərindən təşbih, bənzətmə, tənzih, çəkindirmə, təmsil, yəni misal vermə, simvolik ifadə və üslubların hər birindən yararlanmışdır. Filosoflar Peyğəmbərimizin sallallahu aleyhi və səlləm sərbəst üslub istifadə etdiyini bildirsə də İmam Qazali rahimehullah mümkün qədər onun sözlərini təşbih və istiarə kimi hallandırılmasına qarşı çıxmışdır. İlahi mesajı ən sadə dildə ifadə etmək istəyində olan Rasulullah sallallahu aleyhi və səlləm əsas olaraq insanların dərk etməsini bildirərək fərqli qiraətlərə, ləhcələrə qarşı çıxmayaraq onlara bu ləhcələrdə danışan insanlara bir rahatlıq gətirmişdir. İslamdan əvvəlki böyük inkişaf mərhələsini keçirən ərəb dili İslamla yeni nəfəs taparaq dünya müsəlmanları üçün əhəmiyyətini daha da artırmışdır. Bu mənada dinin dili olan ərəb dilinin keçdiyi tarixi mərhələləri də ifadə etmiş olsaq yerə düşər. Qədim ərəb dili ən qədim ərəbcə sənətlər, kitabələrin yazıldığı mərhələdir. Klasik ərəb dili, ikinci mərhələ olan klasik ərəb dili, bu ifadə bugün mövcud olan ən qədim ədəbi mətnlərdə Quran-ı Kərim və hədisdə gördüyümüz, sonralar isə ərəb dilinin yayıldığı yerlərdə din, şeir, ədəbiyyat və elm olaraq əsli dəyişmədən davam edən ləhcələr üzəri ədəbi dili ifadə etməkdədir. Klasik ərəb dili deyilir. Orta ərəb dili bir tərəfdən İslam yayılması, Quran-ı Kərim yazılmış olduğu fasih ərəb dili, digər tərəfdən də ərəblərin örf, istifadə etdikləri dil imkanlarını toplayan bu dil, səhifəsi də orta ərəb dili kimi ifadə olunmuşdur. Müasir ərəb dili 19-cu əsrin əvvəllərindən etibarən ərəb dünyası ilə Avropa arasında olan yaxın bir təmasla təsirlənən iki mədəniyyət qovşağında inkişaf edən və varlığını davam etdirən ərəb dilinin keçirdiyi mərhələ müasir ərəb dili kimi qiymətləndirilmişdir. Daha geniş məlumat almaq üçün İslam ensiklopediyasında ərəb kəlməsi olan bu maddəyə baxa bilərsiniz. Ancaq inkişaf tarixinə nəzər salarkən zəngin bir söz və ehtiyat imkanlarına sahib olan ərəb dilinin kəlmə çoxluğu və bənzərliyi, sinonim, antonim sözlərin istifadəsi baxımından zənginliyi
Bunun üzerine İslam'la şereflenmesiyle daha birçok söz, termin ve manaların dahil olmasıyla daha da genişlenen bir dil fenomeninden Resulullah'ın tebliğ ve irşatta çok güzel şekilde istifade etmesidir. Əslində ərəb dilinin qrammatik qaydalarını tədqiq edənlər ərəb dilində istisnaların sabit kök və qaydalardan daha çox olduğunu bilərək onun dəyişkənliyinin fərqinə vararlar. Təbii ki, bu yüksək dil kimi ifadə etdiyimiz məktəblərin dillərində, dil məktəblərinin dillərində və yaxud ləhcələrində deyil, eyni zamanda qövm qəbilələrin, hər kəsin istifadə etdiyi müştərək kəlimələrin, hətta adətlərin də bir çox mənalar ifadə etdiyindən məfhum çərçivəsinin genişliyindən qaynaqlanır. Bu mənada Batilevski müsəlmanlar arasında ixtilafa səbəb olan məsələləri 8-ə qədər olduğunu bildirərək, əksəriyyətinin kəlmələrə, hərf və ədatlara yüklənən mənaların fərqli olmasından qaynaqlandığını ifadə edir. Peyğəmbərimizin sallallahu aleyhi və səlləm məna və məfhum tərzinə yönəlməsi, Quran-ı Kərimi fərqli qiraətlərdə oxumağa cavaz verməsi, bəzi kəlmələrin dərk olunmasını çətinləşdirər, qəribə ifadələrin yaranmasına səbəb olurdu. Rasulullah qarşısındakı başa düşmədiyi halda sual-cavab metodu ilə bu çətinliyi aradan qaldırırdı. Rasulullah'a bir məsələ ilə müraciət edən bir səhabə və ya bir şəxs dediyini başa düşmədiyi halda Allah Rasulü ona artıq daha sadə misallar və düşüncə tərzinə görə örnəklər, bənzətmələr verərdi. Buna görə də Rasulullah həm arxaik sözlərə yeni mənalar qazandırmış, həm də yeni terminlər istifadə etmişdir ki, günümüzə qədər onlar sabit qalmışdır. Peyğəmbərimizin istifadəsi ilə ümmət üçün hədis şəriflərə çevrilən ərəb atalar sözləri, İslama zid olan adların dəyişdirilməsi, dəvə əti yedikdən sonra vudu əmrindən bəzilərinin dəstəmaz, bəzilərinin ancaq əlləri yumaq olduğunu anlaması və s. buna bənzər mövzular dediyimiz məsələni ifadə edir, əhatə edir. Bundan yola çıxaraq din ədəbiyyatını başa düşmədə ərəb dilinin önəmindən bəhs edən Ayninin Umdetül Qari adlı əsərin müqəddiməsində hədislərin ərəb dilində olmasını dilə gətirərək ərəb dili haqqında fikirlərini belə ifadə etmiyorlar. Həzrət Peyğəmbərin hədis şərifləri ərəb dilində olduğu üçün ərəb dilini bütün yönləri ilə bilməyən bu elmdən uzaqdır. Həzrət Peyğəmbərin hədis şərifləri ərəb dilində olduğu üçün ərəb dilini bütün yönləri ilə bilməyən bu elmdən uzaqdır. Bütün yönlərindən məqsəd həqiqət, məcaz, kinayə, sarih, am, xas, mütləq, müqayyət, məhsuf, mudmar və s. bu cür mövzulardır. İslam hüququnda, ərəb dil ədəbiyyatında, bələğat, sərfdə və digər elmlərdə də bu təbii ifadə vasitələri üzərində durulmaqdadır. Bundan başqa ərəb dili və dil qaydalarını da gözəl bilməsi lazımdır. Bədrəddin Ayni hədis tartışmaları, İbn Həcərin hədis tartışmaları məsələn. Peyğəmbərimizin ifadəsi ilə sözlərin yeni məna qazanmasını, məfhumlarla həqiqəti necə ifadə etdiyini göstərmək üçün bir neçə misala nəzər salaq. Abdullah bin Məsuddan rivayət olduğuna görə bir gün Həzrət Peyğəmbər əshabına sizcə pəhləvan kimdir deyə soruşur. Yanında olanlar, səhabələr heç kəsin güləşib qalib gələ bilmədiyi şəxsdir deyərək cavablandırdılar. Bunun üzərində Peyğəmbərimiz belə deyir. Xeyr, əsl pəhləvan əsəbləşərkən nəfsinə hakim olandır. Əsl güclü olan, əsəbi olarkən nəfsinə hakim olandır, deyir. Müslim 1:45-ci hədis. Misaldan aydın olduğu kimi, Rasulullah ümmətin güclü olma anlayışına fərqli mənəvi rəng qataraq əsl gücün iradə, səbir və digər üstünlüklərə sahib olanlar olduğunu ifadə etmişdir. Əsl gücün iradə, səbir və digər üstünlükləri özündə birləşdirən insanlarda olduğunu ifadə etmişdir. Abdullah bin Məsuddan rivayət olunduğuna görə başqa bir xəbərdə Rasulullah s.ə.v əshabına belə bir sual vermişdir. Sizcə Rakub kimdir? Biz Rakub övladı heç olmayan şəxsdir dedik. Xeyr, elə deyil. Əsl Rakub heç bir övladı olmayandır, dedi. Səhabənin ifadə etdiyi mənanı ifadə edən kəlməyə Rasulullah uşağı olub sağ qalmayanlara təsəlli vermək üçün və ya 2 ya da 3 qızın uşağını İslam əxlaqı ilə böyüdən valideynlərə cənnət müjdəsini verdiyi kimi belə bir izah şəklində başvurulmuşdur. Kiçik məlumat xarakterli bu yazı, Peyğəmbərimizin dil ilə nə qədər iç-içə olmasını tam şəkildə ifadə etməsə də, məsələyə bir baxış tərzi, giriş mahiyyəti daşıyaraq mövzunun üzərində daha da böyük fəaliyyətlərin və tədqiqatların aparılmasını ifadə edir. Çünki dinin və dilin dili ilə birbaşa münasibət quran Rasulullahın
sallallahu aleyhi ve sellem ifadə imkanlarını öyrənməklə dini terminologiyada keçən istənilən izahsız, yaxud müsəlmanlar üçün dərk olunmayan ifadə öz gizli mənasını ortaya qoyur. Rəbbim Peyğəmbərimizin hədislərini ən doğru şəkildə anlamağı və yaşamağı nəsib etsin. Və axırı dəvən elhamdülillahi rabbil ələmin.